Sabunçu qəsəbəsi 204 nömrəli marşrut xəttinin yolun yaxınlığında. Belə bir həyət evimiz çıxıb satışa. Gördüyünüz qonaq otağından başlamışıq çəkilişə. Qonaq otağının içəri tərəfində belə bir yataq otağımız. Bu formada təqdim edim sizə. Kombi sistemli evdir. Kommunallar qaydasında. Sənəd bələdiyyə. Belə bir mətbəx hissəmiz. Növbəti bir yataq otağı. Ümumilikdə 3 otaqdan ibarətdir. Bir otaqda həyətdə təmirsizdir. Qladovka kimi istifadə olunur. Belə bir hamam otağı. Həyət yanı sahəsi genişdir. Bu formada. Buradakı qapıda da bir otaq təmir olunmalıdır. Qladovka kimi istifadə olunur. Qapısına darvaza qoyulsa maşın daxil olur. Kərpicli yer artıq qonşunun həyətinə düşür. Həmin təmirsiz otaq da bu formadadır. Qiymət ekranda qeyd olunub.